46-cı testlə izahımıza davam edək. Eyni testdir. Ağ Xun dövləti və 1-ci Göytürk xaqanlığına aid Venn diaqramını işləyəcəyik. Uyğurlar tərəfindən süquta uğradılması bu heç birinə getmir. Çünki Ağ Xun dövləti Göytürk və Sasani birləşmələri tərəfindən 567-ci ildə, Göytürk xaqanlığı isə, 1-ci Göytürk xaqanlığı isə deməli parçalanmışdır. Müxtəlif dinlərin yaranması və hakimiyyət uğrunda mübarizələr nəticəsində daha sonra isə oranı Çin tutmuşdur. Ona görə A variantı qıraqda qalacaq. Ötkən şəhəri paytaxta çevrilməsi bu Göytürk xaqanlığına gedir. 2-yə B. Aşina nəslinə mənsub olması bu da Göytürk xaqanlığına gedir. 2-yə B və C. Sasanlərə qarşı mübarizə aparılması ortaya gedəcək. Çünki Soqdiana vilayətini tutarkən 1-ci Göytürklə Sasanilər mübarizə aparmış. Eyni zamanda Axun dövlətinin varlığına son qoyan dövlətlərdən biri də Sasanilər olduğuna görə bunu ortaq cəhət götürəcək. 3-ə D. Eftalitlər dövləti kimi tanınması isə Axun dövlətinə gedəcək. 1-ə isə C. Deməli 1-ə C variantı, 2-yə bir dəqiqə hansı olacaq? Bir dəqiqə variantı müəyyənləşdirim. Burada cavab olacaq Y variantı. Bayaq da qeyd etdiyim kimi 1-ə Y gedəcək. Eftallılar dövləti kimi tanınması Axun dövləti. 1-ci Göytürkə B və C gedəcək. Ötkən şəhərin paytaxt olması və Aşina nəslinə məxsus olması. 3-ə isə D gedəcək. Sasanilərə qarşı mübarizə aparmağı hər ikisinə aiddir. 47-ci test. İneolit dövrünə əsasən daş alətlərdən istifadə olunmasının səbəbi dövründə əsasən daş alətlərdən istifadə olunmağın səbəbi mis alətlərin zəif olması və əyilməsi idi. Gəlin belə cavab tapaq. A variantı siklopik tikililərin inşasına başlanması bu son tuncdadır. B variantı qədim insanların hələ metalla tanış olmamaları bu da yanlışdır. Çünki eneolitdə onlar mislə tanış idilər. C variantı məqsədyönlü fəaliyyət göstərən ağıllı insanların formalaşmaması bu da yanlışdır. Çünki üst paleolitdən başlayaraq ağıllı insan formalaşıbdır. D variantı misdən hazırlanan alətlərin tez sıradan çıxması. Bəli, bayaq dediyim kimi cavab D olacaq. Əhalinin yalnız yığıcılıq və ovçuluqla məşğul olması isə bu hadisəyə aidiyyəti yoxdur. Cavab olur D variantı. 48-ci test. Manna hökmdarı Ulusunu və Atropatena hökmdarı Artabazlının dəyişkən xarici siyasət yürütməsində məqsəd nə idi? Parfiyanın işğalçılıq siyasəti bu ola bilməz. Çünki Mannada biz Parfiya dövlətinin adını görmürük ümumiyyətlə. Urartu tərəfindən işğal olmuş ərazilər. Bu da Atropatenada biz Urartunu görmürük. Çünki Atropatena olanda artıq Urartu süqut etmişdi. Siyasi manevr etməklə müstəqilliğini qorumaq bu olacaq cavab. Digərlərinin olmadığından əmin olaq. Çünki çıxardıq o variantları. D variantı Makedoniya imperiyasının müttəfiqinə çevrilməsi. Bu Mannada Makedoniya imperiyası yoxdur. Manna dövləti eradan əvvəl 9-cu əsrdən eradan əvvəl 6-cı əsrə qədər mövcud olubdur. Ümumiyyətlə Atropatena olanda da heç Makedoniya dövləti olmayıb. Ona görə də yanlışdır. Ölkənin alan tayfalarının qarətçilik yürüşü, Mannada biz alan yürüşünü görmürük. O zaman C-nin düzgün olduğundan əmin olduq. 49-cu test. Göstərilənlər nəticəsidir. Böyük Xun dövlətinin bir hissəsi Çin əsarəti altına düşdü. Vyetnamın bəzi vilayətləri tabe edildi. Koreya isə ələ keçirdi. Biz bilirik ki, bu Xan sülaləsinin, Xan hökmdarlarının işğallarının nəticəsidir. Cavab B, heç digərlərinə baxmırıq. 50-ci test. 5-ci və 6-cı yüzilliklərin ikinci yarısında Albaniyada. Demək, əgər 5-ci yüzilliyin ikinci yarısı deyirsə, o zaman 450-dən sonraki hadisələr yadımıza düşür. 6-cı yüzilliyin ikinci yarısı deyirsə, o zaman 550-dən sonraki hadisələr yadımıza düşür. Bizans imperiyasının hakimiyyəti altında yanlışdır. Biz Bizansın tərkibində olmamışıq. Həmin dövrdə biz Sasanilərin tərkibində idik. Ərəblərin hücumu ola bilməz. Çünki Ərəb dövləti 630-cu ildə hələ yaranacaq. Yəni bu dövrdə Ərəb dövləti yoxdur. C variantı Atropatena ilə birlikdə Sasani dövlətinin şimal qustaqlığına daxildir. Bu Sasanilərin Xosrov Fənüşravanın islahatından sonra
verilir. Xosrov Xanuşavanın hakimiyyətləri 531-579-cu illərdədir. 6-cı əsrdədir. D variantı Qəbələnin paytaxt şəhər olaraq saxlanması isə yanlışdır. Çünki 444-cü ildə 2-ci Vaçe hakimiyyətə gələndə paytaxtı Qəbələdən Bərdəyə köçürdür. E variantı Sasani mərzibanları tərəfindən idarə olunurdu. Bu isə doğrudur. Çünki 463-493-cü ildə 1-ci hakimiyyətsizlik və yaxud 1-ci Sasani mərzibanlığı dövrüdür. Bu 2-ci Vaçe üsyanından sonra Sasanilər artıq icazə vermirlər Alban aşağıki nümayəndələrinə Albaniyanı idarə etməyə. Bu da düşür 5-ci əsrin ikinci yarısına. 6-cı yüzilliyin ikinci yarısında da 510-629-cu illər arasında da Albaniyada 2-ci hakimiyyətsizlik və yaxud 2-ci Sasani mərzibanlığı dövrüdür. Bu da 3-cü Mömin Vaçaqanın Ağqoyun Kilsə Məclisini çağırıb xristianlığı yaymaq cəhdindən sonra Sasanilərin gördüyü tədbir idi. 510-629-un içərisində də 6-cı yüzilliyin ikinci yarısı getdiyinə görə cavab Y variantı olacaq. 51-ci test. Perikl və Qıraq qardaşlarının fəaliyyətindən bağlı ümumi cəhəti göstəririk. Qulların öldürməsinin qadağan edilməsi yanlışdır. Bu bizim İran 2-ci əsrinə aiddir. Romada olubdur bu tədbir özü də. Xristianlığın açıq ibadət etməyə icazə verilməsi bu da yanlışdır. Bu da Romada olubdur və 313-cü ildədir. Konstantin etmişdi. Periklin dövründə belə bir hadisə yoxdur. Ümumiyyətlə Perikl eradan əvvəl yaşayıb, eyni zamanda Qay-Qıraq, Tiberi Qıraqda və bu dövrdə heç xristianlıq hələ yaranmamışdı. C variantı yoxsulların mənafeyinə uyğun tədbirlər görülməsi. Cavab C variantı olacaq. Çünki Perikl yoxsulları istədikləri vəzifəyə seçirdi və onlara maaş verirdi. Yoxsullara taxıl paylayırdı və yaxud həlak olmuşların, müharibədə həlak olmuşların övladlarını himayə edirdi. Qıraq qardaşları da yoxsullara torpaq paylayırdı. Deməli cavab C-dir. Digərləri isə yanlışdır. 52-ci testdə tarixi proseslərin məntiqi ardıcıllığını tamamlamağı soruşur. 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi nəticəsində görək hansını seçirik. Xristianlığın ilk dəfə dövlət dini elan olması 313-cü il Urnu ayrın dövründədir. Ona görə A çıxır. Hardakı 2-yə A var, o variant gedir. Bir variantımız getdi. Sonra Bərdə şəhərinin paytaxt olması, bu da yanlışdır. Bu 2-ci Vaçenin dövründə 444-dədir. 2-yə A, 2-yə B harda varsa o variantlar gedir. Daha sonra Ağqoyun Kilsə Məclisinin çağırılması doğrudur. Deməli 2-yə C variantı olacaq. 2-yə C variantı olacaq. Xristian dininə aid qanunların qəbul olunmasının nəticəsində görək nəyi götürürük. 4-də isə ya A ya da Y gedəcək. Gəlin A variantına baxaq. Albaniyada xristianlıq təbii ola bilməz. Y variantında isə Azərbaycanda feodal münasibətlərinin daha da inkişaf etməsi olacaq. 2-yə C, 4-də isə Y. Üçüncü testlə davam edək. Albaniya və Yunan mədəniyyətləri arasında əlaqələri əks etdirir. Şəklinin Böyük Dəhnə kəndində tapılmış daş kitabə, bu doğrudur. 2-ci əsrə aiddir və hətta köhnə kitablarda abidənin 1902-ci ildə tapılması haqqında məlumat var idi. 2. Qızıl və gümüşdən hazırlanmış ritonlar, bu yanlışdır. Ümumiyyətlə Albaniyada biz riton görmürük, Mannadadır. Buynuz şəkilli qədəh idi ritonlar. 3. İctimai binaların üstünün kirəmitlə örtülməsi, bəli, bir də bu olacaq. Deməli, cavab 1 və 3-dür. Herakla həsr olunmuş Kerift abidəsi isə Atropatenada Yunan mədəniyyətinin yayılmasından bəhs edir. Bu qədər, davam edəcəm.